Samvel Karapetyan güclü Ermənistan partiyasının sədri seçilib. Ermənistan mediasının iddialarına görə baş nazir namizədliyi qanuni maneələr səbəbindən mümkün olmadığından o namizədliyi qohumu vasitəsilə irəli sürəcək. Karapetyanın konstitusiyaya dəyişiklik edildikdən sonra hakimiyyətə gəlməsi planlaşdırılır. Hələ qanun dəyişiklikləri qəbul edilməsə də parlamentdə bu mövzu artıq gündəmə gətirilib. Bəs yeni partiya güc mərkəzi olaraq seçicilər arasında dəstək toplaya biləcəkmi? Paşinyan hakimiyyəti mövcud vəziyyətdə hansı addımları atacaq? Daha ətraflı sujetdə. Ermənistan mətbuatında yayılan məlumatlar ölkədə növbəti siyasi proseslərin başlaya biləcəyi ilə bağlı iddiaları gündəmə gətirib. Yerli Xbarak qəzeti Rusiyalı erməni milyarder Samvel Karapetyanın siyasətə qatılmağa hazırlaşdığını yazır. Belə ki, Samvel Karapetyanın rəhbərliyi ilə yeni siyasi hərəkat güclü Ermənistan partiyası son aylarda formalaşıb. Artıq partiya rəsmi olaraq qeydiyyatdan keçib və Karapetyan partiyaya sədr seçilib. Məqsəd seçkilərdə iştirak etmək və siyasi güc mərkəzi yaratmaqdır. Lakin partiyanın planı birbaşa baş nazirliyə namizədlik irəli sürməyə imkan vermir. Çünki Karapetyan ikili vətəndaşlığa sahibdir. Ona görə rəsmi namizəd kimi qohumu irəli sürüləcək, amma partiyanın və veriləcək qərarların başında faktiki olaraq Karapetyan dayanacaq. Ekspertlər düşünür ki, bu Ermənistan siyasətində siyasi balansı dəyişdirən yeni dinamikanın işarəsi ola bilər. Arkadan gütme politikasını uygulamak istiyor Batı. Karapetyan üzerinden yeni bir sürecin oluşumu hazırlığında. Bu örnekleri var mı dünyada? Var. Rusya'da, Kazakistan'da, yine aynı şekilde Gürcistan'da bunların örneklerini devletler yaşadı. Peki aynı tehlike ve tehdit ise Ermenistan için geçerli mi? Ermenistan halkı bu oyunu gördüğü sürece sıkıntı yok. Ama oyuna gelirlerse gerçekten Ermenistan ve bölge için büyük kayıp cephe açmış olurlar. Seçki fonunda Paşinyan hakimiyyəti yeni partiyanı potensial rəqib və siyasi risk kimi qiymətləndirir. Buna səbəbsə yeni partiyanın həm resurs, həm də seçici dəstəyi baxımından güclü olmasıdır. Analitiklərin fikrincə Paşinyan hökuməti bu addımları qanunvericilik, siyasi manevrlər və seçki prosesləri vasitəsilə minimuma endirməyə çalışacaq. Eyni zamanda bu gediş daxili siyasi balans və regional münasibətlərə təsiri də qaçılmaz edə bilər. Mevcut Başbakan Paşinyan, Karapetyan'ın kuvvetli bir rakip gördüğünden dolayı önümüzdeki günlerde siyasi baskılar ile halkın gözünde düşürücü soruşturmalara uğratabileceği yönde beklentiler de vardır. Karapetyan'ın ticari işletmeleri mali soruşturmalardan geçirilerek halkın gözünde lekeli ekonomik olaraktan devlete karşı mali görevlerini yerine getirmeyen bir şahıs figürü yaratılmaya çalışılabilirliği de konuşulmaktadır. Qeyd edək ki, məsələ ilə bağlı parlament səviyyəsində rəsmi olaraq müzakirələr gedir. Deputatlar qeyd ediblər ki, ikili vətəndaşlıqla bağlı halların başqa ölkədəki təcrübəsi araşdırılmalıdır. Məqsəd isə qanuni boşluqları müəyyənləşdirmək və gələcəkdə mümkün dəyişikliklər üçün baza yaratmaqdır. Baş nazir yalnız Ermənistan vətəndaşı ola bilər. İkili vətəndaşlığı olan şəxslər bu vəzifəyə namizəd ola bilməz. Biz bu tip halların digər ölkələrdəki təcrübəsini də araşdırırıq. Məqsəd qanunvericiliyi təkmilləşdirmək və mümkün hüquqi boşluqları aradan qaldırmaqdır. Analitiklərin fikrincə yeni partiya, ikili vətəndaşlıq maneəsi və dolayı liderlik Ermənistan siyasətində əsas çəkişmə mərkəzinə çevrilib. Bu isə Ermənistanda yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Atılan hər addımsa gələcəkdə həm daxili siyasət, həm də region üçün fərqli nəticələr doğura bilər.